Cəlilabadın Kazımabad kəndi Göytəpə şəhərindən 3 kilometr aralıda yerləşir. Sakinlərin şikayətinin izi ilə həmin ünvanda olduq. Gördüyümüz mənzərə ilə sakinlərin dedikləri üst-üstə düşdü. Ərazidə gördüklərimizi kameramızın yaddaşına köçürdük. Kənd sakinləri bizimlə söhbət zamanı bildirdilər ki, 20 ildir ki, kənddə enerji problemindən əziyyət çəkirlər. Sakinlər deyir ki, elektrik şəbəkəsi hər payız qış mövsümü ilə əlaqədar əhaliyə vəd versə də, deyilən söz elə söz olaraq qalır. Bu 20 ildə şəbəkə tərəfindən heç bir əməkdaş gəlib abonentləri ilə maraqlanmayıb. Nə bir dənə gəlib stolba bastırmayıblar, nə bir dənə tel çəkiblər. Külək əscəyin aşır tökülür yerə. Hər şeyi özümüz edirik. Hamı bu tərəfdən monityordur. Hər bir dənə kəlbətin çəhmə götürür, çıxır stolbanın başına, nərdivanla yadına. Yeni məhəllənin problemi təkcə bununla bitmir. Digər bir problem isə sayğac problemidir. Belə ki, sakinlər dəfələrlə elektrik şəbəkəsinə müraciət etsələr də evlərinə sayğac qoyulmasına nail ola bilməyiblər. Elə hər ayın əvvəlində şəbəkənin sahə üzrə nəzarətçiləri mənzilləri gəzərək elektrik istifadəçilərinə debitor borc deməklə pul toplayırlar. Vətəndaş şəbəkə əməkdaşlarından qanuna müvafiq qaydada bildiriş tələb etsə də, onlara Şirvan elektrik şəbəkəsindən gələn nəzarətçilər cərimə aktı tərtib edirlər. Bu yolla bugünə kimi 60-a yaxın fərdi təsərrüfatı müxtəlif məbləğdə cərimələyiblər. Gəldim gördüm 700 neçə manat cərimə yazıblar, şotçika qoyublar. Amma fakt mən Bakıda yaşayırdım. İşıqçı gəldi, ildə elə bir hər qapıdan girirdi, 70 manat pul alırdı. Bizim sayğacımız yox idi də. Biz də verirdik. Deyirdim mənlikdir. Üstündən bir ay keçmədi, işıqçılar töküldü. Gəldilər hər evə, kimin evi 2 mərtəbədir, 700 manat, 500 manat, kimin evi kümədir, 1 mərtəbədir, 200 manat, 300 manat cərimə yazdılar. Apardığımız araşdırmalar zamanı da məlum oldu ki, uzun müddətdir ərazidə yaşayan evlərə sayğac quraşdırılmayıb. Cəlilabad rayon elektrik şəbəkəsindən baş verənlərin səbəbini öyrənmək istədikdə isə kameramıza müsahibə verən olmadı. Şifahi olaraq isə məsələyə belə cavab verildi. Sözgedən ərazidə qanunsuz fəaliyyət göstərənlər artıq işdən uzaqlaşdırılıb. Bildirək ki, bu tipli sayğacsız evlər kənddə çoxdur. Yığılan pullar isə vətəndaşlar adından dövlət büdcəsinə köçürülmür. Niyəsini isə qarşıdakı araşdırmalarımızda izləyə bilərsiniz. Aytən Sakit qızı, Elşan Feyzullayev, Zahid Aydınoğlu, Cəlilabad.